Salam hər kəsə. Bugünkü fizika dərsimiz fizika fənnini sıfırdan başlayan şagirdlər və abituriyentlər üçün nəzərdə tutulmuşdur ki, bu dərsdə fizika fənnində istifadə olunan bəzi riyazi anlayışlarla tanış olacaq. Yəni müntəzəm olaraq bugünkü dərsimizdə də qrafiklərin qurulması ilə tanış olacaqsınız ki, yəni bütün fizika kursunda bu riyazi anlayışlardan ümumilikdə, yəni hər bir bölmədə istifadə olunur. Yəni qrafiklərin qurulması fizikada düsturlara əsasəndir. İndi biz onu əvvəlcə riyaziyyatla, riyazi baxımından öyrənib, sonra fizikaya tətbiqinə keçək. Baxırıq birinci hala. Birinci halda baxın, qrafik əsasən qurulacaq iki kəmiyyət arasında, deməli burada y və x arasında, yəni y və x dəyişənləri arasında. Məsələn, tutaq ki, bir kəmiyyət dəyişirsə, digər kəmiyyət də ondan asılı olaraq dəyişə bilir. Yəni bu cür asılılıq nə adlanır? Funksiya adlanır. Birinci qururuq. Sabit funksiya. Yəni y bərabər də k-ya. Bu demək ki, y sabit qalır, amma x-in qiyməti nə edir? Dəyişir. Deməli, kəmiyyətin bir y sabitdirsə, bu zaman qurulan qrafik x oxuna paralel olur. Məsələn, burada müəyyən k burada sabit ədəd. İndi k müsbət olduğuna görə həmin sabit birinci rübdə qurulur. Deyək ki, k-nın qiyməti 3-dür. Yəni y bərabərdir 3-ə. Burada bir 3-ü qeyd edirik. X isə dəyişir. Məsələn, x-in qiyməti 1-dir. Y-in qiyməti olur, yenə 3. Məsələn, x-in qiyməti 2-dir. Y-in qiyməti nədir? 3-dür. Deməli, y burada nə qaldı? Sabit. Yəni, kəmiyyətin biri sabit qalıb, digəri isə nə etdi? Dəyişdi. Yəni, bu sabit qurulub birinci rübdə. Fizikada qrafikləri biz düstura əsasən quracaq və birinci və ya dördüncü rübdə qurulacaq. İndi, məsələn, dördüncü rübdə nə zaman quracaqsınız? Baxın, əvvəlcə koordinat oxlarımızı çəkirik. Deməli, bura y yazırıq. Bura x yazırıq. Məsələn, verilib ki, y bərabərdir mənfi k-ya. Deməli, y mənfi k-ya bərabərsə, deməli, dördüncü rübdə bir mənfi k-nı qeyd edirsiniz. Məsələn, qeyd edək ki, tutaq ki, deyək ki, mənfi 3-dür. Onda burada nə olacaq? Mənfi 3-dən nə quracaqsınız? Sabit. Yəni, sabit birinci rübdədə qurula bilər, bir də dördüncü rübdədə qurula bilər. Aslıdır nədir? Qarşısındakı nədir? K-nın qiymətindən. Ondan keçirik ikinci hala. İkinci halda isə y bərabərdir artıq kx-ə. Deməli, y burada x-la düz mütənasibdir. Bu mütənasiblik funksiyası olacaq. Yəni, düz mütənasib olan xətti funksiyanın qrafikini quracaqsınız. İndi həmin grafikin başlanğıc nöqtəsini tapmalı. Bunun üçün x-ə 0 desək, y də 0-a bərabər olur. Deməli, qrafikin başlayır hardan? Koordinat başlanğıcından. Və koordinat başlanğıcından deməli, başlayaraq bir düz xətt qururuq. Burada yazaq, deməli, düz mütənasib. Baxın, düz mütənasib. Yəni, x neçə dəfə artırsa, y də o qədər artacaq. K da burada yenə qeyd edək ki, sabit ədəddir. İndi qrafik qurulub birinci rübdə, çünki k burada müsbətdir. Məsələn, verilə bilər ki, y bərabərdir mənfi kx-ə. Y mənfi kx-ə bərabərsə, onda qrafikimiz qurulacaq dördüncü rübdə. Şimdi baxın, yenə koordinat oxlarını çəkdik. Baxın, koordinat oxlarını çəkdik. Bunu isə qeyd edək yenə. X-ə bura əvvəlcə qrafikində, baxın, bura y yazırıq, burada x yazırıq. Baxırıq, y x-lə düz mütənasibdir, işarə mənfidir, qrafikimiz düşəcək dördüncü rübə. Əvvəlcə başlanğıc nöqtəni tapırıq. Burada yenə eyni ilə, məsələn, x-ə 0 desək, onda y bərabər olacaq nəyə? Y də 0-a bərabər olacaq, onda koordinat başlanğıcından. Məsələn, x-ə tutaq ki, deyək ki, 1. Onda y bərabər olacaq, tutaq ki, k-ya da 1, 2 demişiksə, baxın, gəlin buradan qeyd edək. Məsələn, x-ə 1 dedim. K-ya da burada 2 yazsaq, məsələn, y bərabərdir, mənfi 2x yazıram. Onda y olur neçə? Y olur mənfi 2. Bura bir mənfi 2 nöqtə qeyd elədiniz. Sonra x-ə 2 deyək. X-ə 2 dedik. Şimdi buradan biraz da bölsək, burada olacaq mənfi 4. Bir nöqtə də burada aldım. Baxın, bir nöqtə də burada aldım. Yəni, alınan nöqtələri koordinat başlanğıcından keçən bir düz xətlə birləşdirəcəksiniz. Baxın, belə. Baxaldıq, burada nədir? Düz xəttin grafikini. İndi qrafik neçənci rübə düşdü? Dördüncü rübə düşdü. Baxın, qarşısındakı, baxın, bu mənfi işarəsinə görə. Məsələn, müsbət olanda birinci rübdə, mənfi olsa nədir? Dördüncü rübə. Bəzən görəcəksiniz ki, dərsliklərdə yazıb, k 0-dan böyükdür. Deməli, qrafik birinci rübdə. K 0-dan kiçiksə, qrafik neçənci rübə düşdü? Dördüncü rübə. Və qrafik hardan başladı? Koordinat başlanğıcından. Keçək üçüncüyə. Üçüncüdə isə y bərabər də kx plus b. Burada indi mən nə edirəm? Əvvəlcə gəlin b-ni sabit, b sabit ədəddir, k-da əvvəlcə yerlərini dəyişək. Deməli, y bərabərdir, b üstə gəl kx. Y burada x-lə bu halda da düz mütənasibdir.
Amma bu mütənasiblikdə üstə gəl 2 sabit, bir B sabiti var, bir K sabiti var. İndi y x-la düz mütənasibdirsə, burada da biz düz xəttin qrafikini qurmalıyıq. Amma bu düz xəttin, baxın, bax, buradakı düz mütənasiblikdən fərqi var. Fərq nədədir? Məsələn, mən mütləq birinci qrafikin başlanğıc nöqtəsini tapmalıyam. X-a 0 desəm, y bərabər olur B-yə. B də müsbət olduğuna görə birinci rübdə onu qeyd etdik. Sonra y x-la düz mütənasibdir, artıq elə bu kx-dir. Düz mütənasib olduğuna görə B nöqtəsindən, baxın, qarşıda da işarə müsbətdir, düz xəttimizi hara çəkdik? Yuxarı. Məsələn, qarşıda işarə mənfi olsaydı, düz xətti hara doğru çəkəcəydiniz? Baxın, aşağıya doğru çəkirsiniz. Və hətta ki, nə formada rastlaşa bilərsiniz? Y bərabərdir, mənfi B, mənfi kx. İndi buna qrafik quraq. Bu halda da siz görürsünüz ki, y x-la düz mütənasibdir. Düz mütənasibdirsə, mütləq düz xəttin qrafiki qurulmalıdır. Yəni, düz mütənasib qrafik qurulmalıdır. Koordinat oxlarımızı çəkdik və həmin koordinat oxları üzərində dəyişənləri göstərdik, y-i x-i göstərdik. X-a 0 desək, y bərabər olur mənfi B-yə, mənfi B-ni burada qeyd elədiniz. Məsələn, B burada ədəd ola bilər də, tutaq ki, mənfi 2-dir. Sonra, baxın, burada qeyd edilir ki, sabit ədədlərdir. İndi y x-la düz mütənasibdir. X-in qiyməti artdıqca y-in qiyməti də, yəni mənfiyə doğru artacaq. Burada baxın, B nöqtəsindən aşağıya doğru bir düz xətt çəkəcəksiniz. Əgər burada qarşıda işarə müsbət olsaydı, düz xəttimizi hara quracaqdı? Düz xəttini yuxarıya doğru quracaqsınız. Aydın oldu? Keçək 4-cü hal. 4-cü halda isə y bərabərdir kx kvadratı. Artıq burada y x-nin kvadratik funksiyadırsa, burada parabola qrafiki olacaq. Baxın, parabola qrafiki olacaq. Bəli, məsələn, x-in qiyməti tutaq ki, 2 dəfə artsa, y-in qiyməti kvadrat olduğuna görə neçə dəfə artacaq? 4 dəfə artacaq. Bu da, baxın, düz mütənasiblikdir. Baxın, bu da düz mütənasibdir. Amma burada nədir? Kvadrat düz mütənasib olduğuna görə qurduğumuz bu qrafikin adı olacaq nədir? Parabola. Yəni, parabola başlayıb burada koordinat başlanğıcından. Parabola müəyyən nöqtədən də başlaya bilər. Müəyyən nöqtədən başlamaq üçün, yəni y bərabərdir, B üstə gəl, ola bilsin, nə yaza bilər? Kx kvadratı. Onu, məsələn, burada B müsbət olduğuna görə buradan başlayacaq. Sonra, əgər mənfi olsaydı, 4-cü rübdən başlayacaqdır. Sonra, məsələn, y bərabərdir B minus x kx kvadratı. Onda qrafikimizdə parabola, məsələn, müsbət B-dən başlayaraq, buradan qururam elə kənardan, bura yazaq, y dəyişənlərimizi qeyd edək. İndi başlanğıc nöqtəni tapsaq, deməli, B müsbətdir, birinci rübdən buradan B-ni qeyd etdik. Y x-lə kvadratdır, kvadrat olduğuna görə, baxın, buradan qurduq parabolamızı. Yəni, K-nın qiyməti mənfi olduğuna görə, parabolanın qolu hara yönəldi? Parabolanın qolu aşağı yönəldi. Keçdik 5-ci hala. 5-ci halda da diqqətlə baxırsınız. Deməli, y, burada da y bərabərdir. K vurulsun kök altı x-a. Baxın, 5-ci halda da y x-la düz mütənasibdir. Amma kök altı düz mütənasibdir. Ona görə də burada biz qururuq kök altı funksiyanın qrafikini. Yəni, biz buradan birinci hal istisna olmaqla, baxın, birinci halda y sabit qalır, x dəyişir. Amma digər hallarda 2-də, 3-də, 4-də, hətta 5-in özündə də y x-dan asılı olaraq dəyişməyə başlayır. Sadəcə düz mütənasib. 3-ün 4 halın 4-ün, məsələn, 2, 3, 4, 5-də də düz mütənasiblikdir, yəni düz mütənasiblik. Sadəcə düstura görə, məsələn, burada düz mütənasibə düz xətt çəkdik. Kvadrat olanda parabola, kökaltı olanda kökaltı funksiyanın qrafikini qurdunuz. İndi bunu düsturlara tətbiq edək. Məsələn, birinci baxaq elə sabit olan ədəd olan. Məsələn, belə bir düstur keçəcək, slığın düsturu. Rho bərabərdir m bölü d. Məsələn, verilmiş maddə dedikdə sıxlıq kütlədən və həcmdən asılıdır. İndi bizə deyir ki, sıxlığın kütlədən asılı qrafikini qur. Onu bura rho yazacaqsınız. X-in yerinə m-də yaza bilərsiniz, v-də yaza bilərsiniz. Deməli, sıxlıq m-dən, v-dən asılı deyil. Məsələn, klassik mexanikada kütlə m bərabərdir, f bölünsün a. Klassik mexanikada kütlə f-dən, a-dan asılı deyil. Yəni, verilmiş cisim üçün kütlə sabit qalır. Onda biz nə edirik? Baxın, şimdi baxın, bura m yazırsınız. Məsələn, bura yazırsınız f. Sonra keçəcək biz sizinlə düz xətli bərabər sürətli hərəkət.
Məsələn, düzxətli bərabər sürətli hərəkətdə sürətin proyeksiyası Vx bərabərdir Sx bölü T olub. Buradan V, burada sürətin qiyməti qalır konstant. Düzxətli bərabər sürətli hərəkətdə sürətin qiyməti və istiqaməti sabit qaldığından o S-dən və T-dən asılı deyil. İndi bizdən tələb olunur ki, sürətin zamandan asılı qrafikini qur. Bura yazırsınız Vx, bura yazırsınız T. Dedik ki, nədir? Düzxətli bərabər sürətli hərəkətdə sürət sabit qalır, zaman isə nə edir? Dəyişir. Ona görə zaman oxuna paralel bir düzxət çəkəcəksiniz. Baxın, zaman oxuna paralel düzxət çəkdik. İndi paralel xətti neçənci rübdə qurmuşuq? Yəni sabiti qurmuşuq birinci rübdə. Əgər cisim X oxunun əksi istiqamətdə getsə, həmin sabiti biz quracaq dördüncü rübdə. Məsələn, müxtəlif düsturlar. Məsələn, keçəcək sürtünmə qüvvəsi deyilən bir düstur keçəcəksiniz. F sürtünmə bərabərdir. Yəni, F sürtünmə bərabərdir. Sürtünmə əmsalı vurulsun reaksiya qüvvəsi. Mü burada sürtünmə əmsalı olub. Buradan müyünü tapırsınız. Mü bərabərdir. F sürtünmə bölünsün N. Məsələn, mü sürtünmə əmsalı olub. F-dən və S-dən asılı deyil. Biz artıq bunu qayda olaraq öyrənirik. Yəni, sürtünmə əmsalı ancaq hər bir maddənin materialdan asılı olan bir kəmiyyətdir. İndi bizə deyir ki, sürtünmə əmsalının baxın, sürtünmə qüvvəsindən və ya reaksiya qüvvəsinin asılı qrafikini qur. Bura yazırsınız mü. Bura F sürtünmə də yaza bilərsiniz. Bura reaksiya qüvvəsi də yaza bilərsiniz kütlədə. Deyirsiniz ki, sürtünmə əmsalı sürtünmə qüvvəsindən və kütlədən reaksiya qüvvəsinin asılı deyil. Yəni, qüvvənin qiyməti, məsələn, kütlənin qiyməti, reaksiya qüvvəsi dəyişə bilər, amma verilmiş səth üçün sürtünmə əmsalının qiyməti nə qaldı? Sabit qaldı. Baxın, artıq biz bunu riyaziyyatdan öyrəndik və sonra gətirdik onu fizikaya tətbiq etdik. Məsələn, keçirik ki, sırf fizikada növdən asılı olan kəmiyyətlər var. Məsələn, bunlardan biri Young moduludur. Məsələn, sərtlik əmsalının düsturunun içərisindədir. K bərabərdir S-yə bölü S0. Y hərfi ilə işarə olunur və deyir ki, ancaq materialdan asılı olan bir kəmiyyətdir. Ötəsi səndir ki, Young modulunun tutaq ki, materialın en kəsiyinin sahəsindən asılı qrafikini qur. Y-nin S-dən. Bilirsiniz ki, asılı deyil. Yəni, S sahə dəyişə bilər, amma Young modulunun qiyməti nə qaldı? Sabit qaldı. İndi ikinci keçdik ki, Y bərabərdir Kx düz mütənasibdir. Məsələn, buna uyğun olaraq, indi yenə yazır. Yer dəyişmə Sx bərabərdir. Vx vur T. Düsturda 3 kəmiyyət görürsünüz. 3 kəmiyyətdən dedik ki, baxın, V-nin qiyməti, ki, V sabitdir. V sabit isə ST ilə düz mütənasibdir. Yəni, baxın, bura Y-in yerində S dayanıb, K-nın yerində V dayanıb, X-in də yerində T dayanıb. K burada nə yazmışdır? Sabit edə. Deməli, V də burada sabit edəkdir. ST ilə düz mütənasibdir. Onda Y-in yerində burada dayanacaq S, X-in yerində də T. Onda ST ilə düz mütənasibdir. Buradan qrafiki qurduz. Məsələn, tutaq ki, F bərabərdir. K vurulsun X. Elastiki qüvvənin modulundan götürülməlidir. Düsturu. K burada F-dən X-dən asılıdır. K oldu sabitədir. F burada X-lə düz mütənasibdir. İndi deyir ki, F-in X-dən asılı qrafikini qur. Bura F yazırsınız. Bura X yazırsınız. Qrafikimiz hardan başlayacaq? Koordinat başlayacaq. Çünki burada üstə gəl, baxın, bu forma yoxdur. X-a 0 desəz, deməli F-də 0. Buradan başlayıb bir dənə qrafik qurursunuz. Məsələn, müxtəlif bayaq yazdı. K bərabərdir. S-yə bölü S0. Məsələn, K bərabərdir. K burada surətdəki kəmiyyətlərlə düz mütənasibdir. Düz mütənasib deyəndə koordinat başlanğıcından keçən düz xəttin qrafikini quracaqsınız. Keçək üçüncü. Yəni, bunu öyrəndik biz riyaziyyatdan. İndi Y bərabərdir Kx plus B. Bəs fizikaya nə cür tətbiq edəcəksiniz? Məsələn, deyək ki, düzxətli bərabər sürətli hərəkətdə koordinatın tənliyi verilib sizə. Dedik ki, həmin koordinat tənliyində X-in, məsələn, zamandan asılı qrafikini qur. Əvvəlcə koordinat oxlarımızı çəkək. Deməli, X-in T-dən asılı qrafikini quraq. Rəza 0. Eyni ilə baxın, bu düsturdur. Yəni, B-nin yerində X0 dayanıb, K2-in də yerində VT dayanıb. İndi birinci grafikin hansı nöqtədən? Üstə gəldirsə, qrafik müəyyən nöqtədən başlayacaq. Məsələn, zamanın başlanğıc anı deyəndə onu 0 götürürük.
Bura t'yə 0 yazsam, vt sıfırlanır. Onda x bərabər olur x0'a. Burada bir x0 nöqtəsi qeyd edirsiniz. Buraya yazırsınız x0. X burada t ilə düz mütənasibdir və müəyyən nöqtədən bir düz xətt qurdunuz. Oldu. İndi burada işarələr dəyişə bilər də. İşarələr dəyişsə, məsələn, burada tutaq ki, deyək ki, mənfidir. Mənfidirsə düz xətti belə quracaqsınız. Məsələn, və yaxud da ki, x bərabərdir. Mənfi x0 minus x vur t. Eyni ilə bu düsturda, amma işarələr fərqlidir. İşarələr mənfidir. İndi baxın, deyək ki, bu funksiya verilən bu koordinat tənliyi ilə x-in zamandan asılı qrafikini qur. Koordinat oxlarımızı çəkdik. Bura x yazdıq, bura t yazdıq. T'yə 0 desəm, yəni zamanın başlanacağında x bərabər olur mənfi x0. Burada bir mənfi x0 qeyd etdik. Və x t ilə düz mütənasibdir. İşarə mənfidir. Düz xəttimiz hara getdi? Düz xətt getdi aşağıya doğru. Məsələn, qiymətlər verib, müəyyən nöqtələr də qeyd etsəz, həmin nöqtələri birləşdirsəz, düz xəttin qrafikiyə alınacaq. Sonra keçək dördüncünün tətbiqini. Məsələn, yazmışıq ki, y bərabərdir kx kvadratı. Məsələn, buna uyğun olaraq düstur qeyd etmişəm. Məsələn, belə bir düstur keçəcək. Naqildən ayrılan istilik miqdarının düsturu. Məsələn, bu düsturda Q cərəyan şiddətinin kvadratı ilə düz mütənasibdir. Kvadrat olduğu baxın Q i kvadratı ilə düz mütənasibdir. Kvadrat olduğuna görə quracaqsınız hansı qrafiki? Parabola qrafiki. Yəni bura y-in yerinə bura indi Q yazırıq. X-in də yerinə cərəyan şiddəti yazırıq. İyni yazırıq, qururuq qrafiki. Məsələn, kinetik enerjinin düsturunu keçəcəksiniz. Y kinetik bərabərdir. M vurulsun V-nin kvadratı bölü 2. İndi bax, kinetik enerji burada kütlələ düz mütənasibdir. Onda desək ki, kinetik enerjinin kütlədən asılılığını desəm, bu qrafiki qursun. Məsələn, bura kinetik enerji, burada M yazırıq. Amma kinetik enerjinin sürətdən asılıdır desə, məsələn, burada M-i sabit götürür. 2-də misaldır. Y kinetik burada V ilə düz mütənasibdir. Üstündə kvadrat olduğuna görə parabola funksiyasının qrafikini qurursunuz. Deyirsiniz ki, məsələn, buraya yazırsınız kinetik enerji, bura sürət yazırsınız və burada koordinat başlanğıcı ilə başlayaraq bir parabola qrafiki qurursunuz. Eyni ilə bu parabolamız qeyd etdik ki, müəyyən bir nöqtədən də başlaya bilər. Məsələn, bərabər təcilli hərəkətdə koordinatın üçün son koordinatın tənliyi x bərabərdir x0, başlanğıc sürəti 0 götürün, at kvadratı bölü 2. İndi baxın, deyir ki, y-in, baxın, koordinatın, yəni son koordinatın zamandan asılı qrafikini qur. Zamanın başlanacağında x bərabərdir x0-a, müsbətdir birinci rübdə. X burada t ilə düz mütənasibdir. Kvadrat olduğuna görə qrafikimiz qurulur. Birinci rübdə. Parabola. Müsbətdirsə parabolanın qolu yuxarı, mənfi olsaydı parabolanın qolunu çevirəcəksiniz aşağı. Sondan keçək. 5-ci uyğun bir düstur yazaq fizikadan. Məsələn, belə bir düstur. T bərabərdir 2pi kök altda m bölü k. Deməli, t burada məxrəcə 1 yazsam kəsrin surətindədir. M də burada kəsrin surətində. Məsələn, t sol tərəfdə, M isə sağ tərəfdə. Amma hər ikisi kəsrin surətində. Bu deməkdir ki, onlar bir-biri ilə düz mütənasibdir. Amma kök altı düz mütənasibdir. Onda bura t yazacaqsınız, periyod. Burada m yazacaqsınız, kök altı funksiyanın qrafikini quracaqsınız. Məsələn, belə bir düstur keçəcək. V bərabərdir. Kök altında 2a vur s. Dedi ki, sürətin, məsələn, yer dəyişmədən asılı qrafikini qur. Əvvəlcə sürətin yer dəyişmədən. Deməli, koordinat oxlarını çəkdik. Deyir, V-nin S-dən. Birinci hansının adı çəkilirsə, onu yuxarı yazırsınız. Elə bir ki, Y olan yerə. Sonra da S-i yazırsınız. V burada S-lə düz mütənasibdir. S kökün altındadır. Ona görə də quracaqsınız kök altı funksiyanın qrafikini. Baxın, belə bir qrafik qurdunuz. Sonra, məsələn, düz xəttə, baxın, bu düsturu da qeyd etmişəm mən bura. P bərabərdir, P0 üstə qəd ρh. Deyir ki, P-nin, məsələn, baxın, bu P-nin H-dan asılı qrafikini qur. Əvvəlcə yenə koordinat oxlarımızı çəkdik. Yəni, 2 ölçülü koordinat oxları sistemi götürdük. P-nin H-dandır. P-ni yuxarı yazacaqsınız. H-ı aşağı yazırsınız. Bura 0-ı qeyd edirsiniz. İndi qrafikin başlanğıc nöqtəsini tapmalısınız. Birinci götürək ki, H bərabərdir 0-a. H-ı 0-ı götürsəm, onda bu ρh buradan sıfırlanır. P bərabər olur P0-a. P0-da müsbət olduğuna görə əvvəlcə onu birinci rübdə qeyd edirik. Buraya yazırsınız P0.
P burada hündürlüklə sonra düz mütənasibdir. Hündürlüyün qiyməti artdıqca P-nin də qiyməti başlayır artmağa. Buna görə də baxın, müəyyən nöqtədən düz mütənasib xətt çəkdiniz. Yəni düz xəttin qrafikini qurdunuz. Baxın, buna uyğun olaraq, baxın bu düstura uyğun olaraq bu düsturu gətirib fizikaya tətbiq etdik. Yəni funksiyanın qrafikini. Məsələn, burada baxın, sürət də verilib sizə. V bərabərdir V0 üstəgəl AT. Məsələn, deyir ki, V-nin T-dən asılı qrafikini qur. V burada T ilə düz mütənasibdir. D-nin üzərində kvadrat yoxdur. Baxın, budur. Düz mütənasibdirsə, koordinat başlanğıcından keçən düz xəttin qrafikini quracaqsınız. Məsələn, bura V yazırsınız. V-nin T-dən. Burada 0 yazır. T-yə 0 desək, burada qalır V0. V T ilə düz mütənasibdir. Müsbət isə düz xətti bizə hara qurulub? Yuxarıya doğru. Mənfi olsaydı, düz xətti baxın belə quracaqsınız. Aşağıya doğru. Aydın oldu. Deməli, keçək digər səhifəmizdə. Digər səhifədə də qrafiklərin qurulmasıdır. Amma buradakı qurulan qrafik tərs mütənasibliyi bildirir. Deməli, fiziki kəmiyyətlər arasında qurulan tərs mütənasiblik. Tərs mütənasib o deməkdir ki, dəyişənlərdən biri artanda digər dəyişənin qiyməti azalır və tərs mütənasib üçün qurduğunuz qrafik olacaq hiperbola qrafiki. Yəni, buraya yazaq hiperbola. İndi bunun düz mütənasiblikdən fərqi nədir? Məsələn, bundan əvvəlki səhifədə biz düz mütənasib quranda düz xətt qurduq, sonra parabola qurduq, kökaltı funksiyanın qrafikini qurduq. Amma burada isə fərqi yoxdur. Məsələn, y bərabərdir k bölünsün x. Deməli, y sol tərəfdə kəsrin surətində, x isə sağ tərəfdə kəsrin məxrəcindədir. Bu o deməkdir ki, y x ilə tərs mütənasibdir. Qurduq hiperbola. Yazırıq y bərabərdir k bölünsün kök altı x. Yəni y kök altı x ilə tərs mütənasibdir. Burada artıq əvvəlkindən fərqli olaraq düz mütənasib olanda, kök altı funksiya qurmuşduq. Amma burada isə kök altında, məsələn, x kök altıdadır. Y x ilə tərsi isə artıq burada həmişə quracaqsınız hiperbola. Deməli, tərs mütənasiblikdə siz, məsələn, bu x-dir, bu kök altı x-dir, bu da x-in kvadratıdır. Bunlara heç bir fikir vermədən hiperbola qrafiki qurursunuz. Məsələn, buna uyğun olaraq ümumdünya cazibə qüvvəsinin düsturunu qeyd etmişəm. Məsələn, F bərabərdir G, M1, M2 böl R kvadratı. F burada R-in kvadratı ilə tərs mütənasibdir. Deyir ki, qrafik bu. Deməli, F-in R-dən. Deməli, bura F, bura R. Burada bir dənə hiperbola əyrisi qurduq. Aydın oldu. Məsələn, tutaq ki, müqavimət belə bir düsturdur. Baxın, bura R bərabərdir. Rho L bölü S. Yenidən düsturu buraya yazıram. Deməli, belə bir düstur keçir. R bərabərdir. Rho L böl S. Məsələn, R burada kəsrin surətindəki kəmiyyətlərlə düz mütənasibdir. Məsələn, deyə bilər ki, R-in, radiusda, müqavimətin, Rho'dan, L-dən asılı qrafikin qur. Qurulsuz koordinat başlanğıcına keçən düz xətt. Amma indi deyir ki, R-in S-dən asılı qrafikin qur. Aha, deyirsiniz ki, R S-dən tərs mütənasibdir. Məsələn, baxın, R sol tərəfdə surətdədir, amma S isə sağ tərəfdə məxrəcədir. Onda onlar biri-biri ilə tərs mütənasibdir. Yəni, sahə artdıqca, sahənin qiyməti artdıqca, müqavimətin qiyməti azalacaq. Deməli, tərs mütənasib o deməkdir. Ona bura R yazırsınız, bura S yazıb, hiperbola əyrisi qurursunuz. İndi burada bizim qurduğumuz hiperbola əyrisi heç bir nöqtəyə söykənmədi. Amma belə bir düstur keçəcək ki, həmin nöqtədə qurduğunuz hiperbola, burada qurduğumuz biraz hiperbolalardan fərqli olacaq. Bu nədir? Məsələn, ümumdünya cazibə qüvvəsi olan dərsdə biz, məsələn, deyək ki, cisim, məsələn, planetin səthindən müəyyən bir h hündürlüyə qaldırılır. İndi düsturu yazıram mən. Deməli, F0 onun yer səthindəki qiymətidir. Buraya yazacaqsınız R böl. Baxın, yazırıq R böl, R üstəgəl h-ın kənardan kvadratı. İndi bax, R burada, F burada h-la tərs mütənasibdir. Tərs mütənasib deyəndə biz hiperbola qurmalı. Amma burada görürsünüz bir üstəgəl deyilən bir üstəgəl var. O da buraya F yazırsınız. Burada h yazırsınız. Əgər biz h-ı 0 götürsək, məsələn, deyək ki, cisim planetin səthindədir. Onda R böl R, onda biz alırıq ki, planetin səthində ilə F bərabərdir onun başlanğıc qiyməti F. Buradan F0'ı bir dəqiqə. Buradan F0'ı qeyd edirsiniz. Baxın, F0'ı qeyd etdik. Müəyyən nöqtədən qurduz burada nədir? Hiperbola əyrisini. Aydın oldu. Döndürün buradan. Qurdu hiperbola əyrisini.
Deməli, iki cür biz hiperbola qurduq. Bir var ki, baxın, burada müəyyən nöqtəyə söykənib, burada heç bir nöqtəyə söykənməyib. Yenə qeyd edək. Deməli, qrafik qurduq. Burada qurduq nə? Tərs mütənasib. Və tərs mütənasib deyəndə quracaqsınız nədir? Hiperbola əyrisi. Deməli, baxın, düsturları qeyd edək. Deməli, f burada r kvadratı ilə tərs mütənasibdir. Sonra baxın, y, x hamısı tərs mütənasib. Deməli, məxrəcdə tərs mütənasib funksiyanın qrafikini quracaqsınız. Amma bir də var ki, hiperbolamız müəyyən nöqtədən başlayır. Baxın, müəyyən nöqtə üçün mən sizə yenə düsturu yazdım. Məsələn, f0. Və yazacaqsınız r bölünsün. R üstəgəl h, burada qurdu kvadrat. Deməli, f-in hündürlükdən asılı qrafik qurularsa, artıq burada müəyyən nöqtəyə söykənən hiperbola quracaqsınız. Bura f, burada h yazırsınız. Aydın oldu. Məsələn, burada yaylı rəqqasın periodun düsturunu qeyd etmişəm. T burada m-lə kökaltı düz mütənasibdir, amma tk-nın tərs mütənasibdir. İndi deyəcək ki, yaylı rəqqasın periodunun t-nin yayın sərtliyindən asılı qrafikini qur. Quracaqsınız tərs mütənasib, yəni hiperbola əyrisi. Amma desə ki, t-nin m-dən asılı qrafikini qur. Aha, buraya yazırsınız t, buraya yazırsınız m. Deyəsiniz ki, t m-lə düz mütənasibdir, kökaltı funksiyanın qrafiki. Çünki m kökün altındadır. Məsələn, m 16 dəfə artanda bu 4 dəfə artacaq. Aydın oldu. Və nəhayət sonuncu halda isə, sonuncu qrafikimiz isə hansı formadır? Deməli, y sıfırdır. Ümumiyyətlə, y sıfırdır. Amma nə dəyişir? X dəyişir. Bu zaman qurulan qrafik gəlib düşəcək elə X oxunun üzərinə. Qrafik gəlib düşəcək X oxunun üzərinə. Baxın burada. Baxın, X dəyişir, amma Y nədə sıfırdır. Yəni, buna misal olaraq nə göstərəcək? Məsələn, deyir ki, cisim düz xətli bərabər sürətlə hərəkət edir. Düz xətli bərabər sürətlə hərəkətdə sürət sabit qalır. Amma düz xətli bərabər sürətlə hərəkətdə təcil yoxdur. Bir də bizə deyir ki, həm sürətin zamandan asılı qrafikini qur. Baxın. Həm də təcilin zamandan asılı qrafikini qur. Yəni, hər ikisini qrafikdə göstər. Yəni, deməli, düz xətli bərabər sürətlə hərəkətdə sürətin proyeksiyası, sürət sabit qaldı. Sürət sabit qaldı, zaman dəyişir. Onda zaman oxuna paralel xətt çəkdiniz. Bunu qurduq. Və düz xətli bərabər sürətlə hərəkətdə yenə deyir ki, təcilin proyeksiyasını zamandan asılı qrafikini qur. Zaman dəyişir. Təcili nə yazmışıq? Təcil sıfırdır. Çünki düz xətli bərabər sürətlə hərəkətdə təcil yoxdur. Məsələn, tutaq ki, zaman 1-dir. Gəldi bu zaman göstər 1 saniyə. Təcil sıfırdır. Göstərdi 2-ni. Təcil yenə sıfırdır. Göstərdi 3-ü. Təcil yenə nədir? 0. Deməli, qrafik gəldi, düşdü hara? Zaman oxunun üzərinə. Bu da oldu. Bizim nədir? Sonuncu qrafikimiz. Yəni, bugün biz sizinlə fiziki kəmiyyətlərdən, yəni fizikada istifadə olunan əsas riyazi anlayışlarla tanış oldu ki, həmin riyazi anlayışlardan da biri oldu. Nədir? Birinci dərsimiz oldu bizim qrafiklərin qurulması. Və həmin grafikin qurulmasında biz istifadə etdik müxtəlif funksiyalardan. Baxın. Deməli, sabit qurduq. Düz xəttin, yəni düz mütənasibliklər, düz xəttin qrafiki, parabola, kökaltı funksiya, hiperbola qrafiklərini qurduq. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayaq. Sağ olun.